olduğuna baxmayaraq, amma bizim qəlbimizdədir. O bir gün olacaq ki, biz onun məzarı başına yaşayacağıq. Onu Tanrıdan biz istəyirik. İnşallah ki, bugün uzaqda deyil, yaxındadır. Elmirana, həmçinin İlhamımız, həmçinin o biri analarımız. Hər birinizə Tanrıdan səbir diləyirəm. Salam, xoş gəlmişsiniz. Məni sayıb bura gələn tüm qonaqlar, qonaq deməyim, mənim ana bacılarım, qonşularım, qohumlarım, xoş gəlmişsiniz. Siz gələn yollara mənim canım qurban. Allah sizi var eləsin, Allah sizdən razı olsun dönə-dönə. Qurban olaram. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bir də bizə pis gün göstərməsin. Bu gün düzdür, mənim əli balamın ad günüdür. Bir yer yurdu bilinməyən oğuldur. Düzdür, o da bir qəhrəmandır. Çünki o döyüşdə həlak olub müharibədə, Ağdərə uğrunda. Əziz ana, o torpağa qarışıb, torpağını artsın, vətən dedi, vətən oldu. Vətən torpaqlarında bugün biz xoşbəxt firavan yaşayaq deyə. Məhz Qarabağ torpaqlarını işğalçı düşmənlərə verməsinlər deyə öz şirin canlarını sipər etdilər düşmən gülləsinə və bütöv Azərbaycan oldular. Əziz bacım, xatirələriniz çoxdur bilirəm. Çox istərəm ki, Əli ilə bağlı xatirələri bölüşəsiz bizimlə. Salam. Bugün Flor anamızın dediyi kimi hər birimiz əlinin işığına yığışmışıq. Şəhid Əli qardaşımın xatirəsi bizim üçün heç vaxt unudulmazdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yeri yurdu bəlli olmayan, bir tək gözümüzü yolda qoyan, hər gün indi gələr deyə nigaran qalan gözlərimizə Allah'tan təskinlik diləyirəm. Əlinin ömür kitabına, ömür talih kitabına yazılan bugününü hamımıza bərabər vərəqləyirik. O çox gözəl qardaşıydı. Mənə tək qardaş yox, həm də sirdaşıydı. Günümüz bir yerdə keçirdi. Xatirində yazılan günlərdən bir yerdə dərs hazırlamağımız, riyaziyyatdan mənə kömək eləməyi, onun mənə arzuladıqlarını, mənim ona məsləhətləşdirdilərim çox böyük oldu. Hər gün, bugün baş verdiyi kimi onları hər gün xatırlayıram. Əli mənə deyirdi, bacı, heç vaxt çətinliklərdə sıxılma, daralma. Həmişə hər bir çətinliyin qarşısında dik dur. Qardaşım da özü bu cür oldu. Məğrur oldu, mərd oldu. Mənə göstərdiyi örnək nəticələri özü həyatda bütün Azərbaycana göstərdi. Sağ ol Əli, adımla həmişə fəxr edirik. Bütün şəhidlərimizin adıyla fəxr edirik. Anamın gözünü yolda qoydun, düzdür. Nigaran qalır səndən. Amma inanırıq, bizi yaradan Rəbbim bir gün hər birimizi bu nigarançılıqdan bitirəcək və bizi sevindirəcək. Biz səni diri gözləyirik, çünki həmişə sən bizim yanımızda dirisən, varsan. Qürurlanamırıq səni. Anaların anası anam. Allah sənə böyük bir səbir versin ki, sən o günü görəsən, gözəl anam. Allah hər birinizdən razı olsun. Gələn ayaqlarınız var olsun. Həqiqətən qürur duyuruq. Vaxtilə, illər öncə biz sakit boynu bükük dayatsaq da, amma şükür torpaqlarımız alındı. Bugün bütün şəhid analarının qarşısında baş əyirəm və hər birinizə minnətdaram. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Təşəkkür edirik sizə, əziz bacım. Bəli, dözmək çətindir, asan deyil. Amma bugün 44 günlük zəfər müharibəsinin qəhrəman oğulları, şəhidlərimiz, qazilərimiz bizə o bükülüb dayanan
o vücudumuzu dik durmağa sövq etdilər. Onlar Azərbaycan torpaqlarının bütövlüyü uğrunda, əmilərinin, dayılarının, atalarının, bəlkə də heç o zaman dünyaya gəlməyən oğullarımız bugün onların qisasını qiyamətə qoymadılar. Gün o gün olacaq ki, itkinlərimiz də tapılacaq. Bəli, onlar diri